Artıq Araz Naxçıvan həm tarixində, həm Azərbaycan futbolunda bir yeni səhifə açmalıdır və mənə elə gəlir ki, bu transferdə sırf bu səddi keçməkdən ötürü ən aşağısı sonuncu raunda qədər belə gedəsi olsalar, yəni irəliləməlidirlər. Çünki yəni 3 transferi hesablasaq, elə hardasa 700-800 minə yaxın dollarla bir büdcə eləyir. Yəni bu da bəlkə də Premyer Liqamızda bir komandanın büdcəsidir. Bu arada elə son olaraq Patrik Andrade'nin adını açıqlamağı Araz Naxçıvanın, yəni yarım müdafiənin mərkəz, xüsusilə dayaq yarım müdafiədə də oynaya bilir, hücuma meyilli də yəni çıxış eləyə bilir. Yəni bu transferi necə dəyərləndirirsiniz? Həqiqətən dediyim kimi də, yəni o transferin elə bu gün Azərbaycan reallığında bir şey fikirləşək ki, nə Sabaha, nə Neftçiyə getmədi. Halbuki hətta düşünsək ki, bir 50 min, 30 min aşağı qiymətə belə gedə bilərdi. Neftçi kimi komandada kim olmaq istəməz. Bəli. Mən də bildiyim bəzi məqamlar var ki, yəni cüzi fərqlə Arazı seçdi. Hə, ola bilər burada Konferans Liqasının da adının olması, yəni bir futbolçunun reklamı üçün də çox vacib bir faktor idi. Amma doğrudan da Andrade'nin bugün Arazı seçməsi, bu klub rəhbərliyinin, yəni biz də bildirik ki, Ceyhun Sultanov yeni təyin olunub ora. Yəni bu özü desək ki, təyin olmamışam, kənardan deyir. Ancaq belə deyək. Yəni oradakı işlərin, yeni işlərin bir sırayışıdır məncə. Yəni o Ceyhun Sultanovun yəni son dövrlərdə elə Araz Naxçıvan siz o klubda çalışdığınız dönəmdə də yəni gətirdiyi o xüsusilə müdafiə xəttinin mərkəzinə yaxşı oyunçular, yəni seleksiyası özünün də köhnə futbolçu olması hardasa baxış bucağını daha da böyük eləyir, geniş eləyir. Ona görə də mənə gəlir ki, tam yəni bir komandanı qurmaq sırf futbolçu almaq demək deyil də. Yəni bu Ceyhun bəlkə Ceyhun deyirik, yəni rəhbərlik bunu daha yaxşı bilir. Düşünürəm ki, bir komandada tək futbolçu önəmli deyil. Orada beynində bir sistem olmalıdır, sxem olmalıdır, hansı ki, sən onun üstündə o özünün o zövqünə uyğun futbolçu seçməlisən və tutarlı bir şeydir. Yəni xarakter, onun sosial bacarığı, dayanıqlıq, fiziki falan məsələn, ümumən.